Oo. Tat tat tat. Oo. How? How? Dostlar salam. Hər birinizi xoş gördük. Sabahınız xeyir olsun. Hər birinizə sevgilər, sayğılar, salamlar. Bu gündə inşallah heyvanımızı aparaq örüşə, otarmağa. Görək Allahın köməyi ilə başımıza xeyirli işlər gələr, otararaq. İtlərimizi də açmışam. Bu günlər mənlə gedəcəklər qoyuna. Heyvana getmədiyim vaxtlarda, o yoldaş gedən vaxtda mən itlərimi göndərmirəm. Ancaq özümün olduğum vaxtda itlərim özümlə getməlidir, başqa belə. Özüm istəmirəm ki, itlərimi başqa, özüm olmadığım vaxtda qoyuna getsin, ancaq özüm. How? Allah hamının malına, mülkünə, ömrünə, ruzusuna bərəkət versin inşallah. Mən ümumiyyətlə itlərimi yay olsun, qış olsun, fərqi yoxdur, çalışıram gündə 2 dəfə yesinlər. Nə də olsa, az da olsa belə mədələrinə bir şey getsin səhər-səhər qoyuna gedəndə. Elə ac açıb qoyuna göndərmək istəmirəm, elə də ki özümə də məsləhət bilmirəm, qıraqçı yoldaşlara da. Getdilər yenə. Bu ərik qutarsaydı ağacın başından bizim də canımız dincələrdi bu heyvanındır. Səhər-səhər nəsə vermək lazımdır itlərə, az heyvana göndərmək olmaz. Axşam da poln verirəm, yeyirlər. Demək olar ki, qabağında qalan vəziyyətə kimi yeyirlər. Bu da bizim rəhmətlik Dumanın maması. Gecədəkcə, qoyun edəkcə. Bunu da bizimkilər gözüm çıxdı ya sağlıq. Yazıq bilmir qoyuna getsin, bilmir getməsin. Mənim yanımda gəzir eləcək. Mari ilə elə də günləri xoş deyil. Mari ilə tutaşırlar arada. O da dişidir, bu da dişidir. İkisi də istəyir liderliyi öz üzərində saxlasın. Bax belə. İndi gedək Allahın köməklə bax o rəmələrdə, bax oralarda heyvan həririk ki günorta saat 10'a kimi heyvanın qarnı doysun. Demək bu ikisi Basara güclü müəllimdir. Belə nə tər desəm, o səviyyədə Basarı öyrədəcəklər. Mari döyüşməyi öyrədir, güclü olmağı öyrədir, palazinadan çıxmaq nə tər lazım olduğunu onu öyrədir. Batır da ki, öz aləmində məzələnir bunun. Gedək, görək. Bu ərik qutardısa biz də heyvanımızı alıyaq.
5-6 qotur ərik qalıb. Ağacın başında. Bu göl də bizim fermanın ərazisinə aid olan yerin gölüdür, fermanın gölüdür. Burada da balıqlar var, bildiyimiz çay balığıdır. Karasdır, karpdır, xırda para başqa balıqlar var. Bu çaya aid olan, gedişatda olan balıqlar da deyim belə, o dəniz balıqları zad deyil. Biz qaradodaq zad deyirik. Çay balığı var, qaradodaqdır. Sonra şamaykadır. Karasdır, bax belə şeylər var burada.
Saat 9'un yarısıdır. 9'a qalıb. Yavaş-yavaş gedək fermiyə. Yalnız heyvan yaxşı otlamırdı. Hava istidir. 6 işləmiş, açmış heyvanı. Biraz da gedək orada arpa yerimiz var. Orada otlasın. Ona şimdi saat bir qıraq irəliləsin heyvan. Tam polnu doysun. Aparaq gedək arxaca inşallah. Yavaş yavaş moruq da tomurcuqlayır, yavaş yavaş qızarır. Keçən il də mən bu rəmədə heyvanda olmuşam. Şimdi videolar izleyenler bəlkə də bilirdi, yollar izlər, çəkdiyim görüntülər. Oralar tanış gələr. 2 ay burada yaylağa getməmiş. Öz heyvanımı getdim, yoldaş Faydonla yoldaşlıq elədik. Xülasə, nə demək istəyirəm? Video çəkəndə də deyirdim, elə indi yadıma düşdü. Moruq sezonu idi, elə moruqların tam qızaran vaxtı idi. Deyirdim, görəsən gələn bu vaxt bu kolun moruğundan yiyərəmmi, yemərəmmi, bir də görərikmi, görməzikmi. İndi qismət Allahdandır. Bəzən adam fikir eləyir ki, daha bu işi gördüm, buralara gəldim. Bir də gəlmərəm, getdi daha, mən hara, buralar hara. Yox, baxırsan ki, həqiqətən nətər demək belə. Yəni sabahki günü bilmək olmur insan başına nə iş gələcək, harda olacaqsan, işlərin gedişatı, hansı çərçivədə fırlanacaq, hansı gedişatda olacaq. Ona görə tam özəhli, köhlü, net bir cavab söz danışmaq yaxşı bir şey deyil. Yəni inşallah Allah'a pənah, Allah deyən olsun. Həqiqətən bütün işlərimizi biz Allah'ın öhdəsinə bıraxsaq, Allah'a pənah, Allah'a güvənib iş görsək, həqiqətən uğur bizimlədir. Yoxsa belə öz mənafeyimizə uyğun, öz gedişatımıza uyğun, özümüz mən eləyəcəm, mənim işimdir, bu mənlər heç vaxt iş görməz. Bu mənəmçilik heç vaxt hədəfə doğru uğur qazandırmaz insana. Ona görə hər bir şeyini Allah'ın öhdəsinə bırax, hər bir şeyini Allah'a pənah, Allah'a sığınaraq iş gör. Allah da həmişə uğur qazandırır, Allah da həmişə insana, bəndəsinə xeyrə çatdırır, uğur qazandırır, hədəfə doğru kamil belə nətər deyim, ürəyincə, bəndəsinin ürəyincə olan bir gedişata gətirib çıxardır. İnsan həqiqətən öz istəyinə uyğun, öz mənafeyinə uyğun, öz mənəmçiliyinə uyğun iş görəndə heç vaxt uğur qazanmaz. Həqiqətən Allah'ın istəyinə, Allah'ın dediyi çərçivədə işləri görsə, Allah'ın köməyi ilə də Allah ona uğur verir. Onun yollarında olan kilitləri, maneələri hamısını qaldırır. Baxırsan ki, dünənləri başqa bir gedişat idi, bu günləri bir 10-15-20 günün planları bir günün içində həll oldu. İşlərin tam belə asanlaşdı, istədiyin gedişata gəldi, çatdı. Ona görə Allah'tan da istəyirəm hamımızın işimizi asanlaştırsın, hamımızın çətinliyi aradan qaldırsın, hamımızın qarşıda olan planları ki var, onlara bir asayişlik, bir uğur, bir sakitçilik, bir yüngüllük gətirsin ki, inşallah bizdə, sizdə hamımız, bütün bəndələr öz yaşadığı müddətdə bir problemlər yaşamasın, yaşadığı bir ömründə bir çətinliyə düşməsin, kimisə yanında qızarmaq, bozarmaq yaxşı bir şey deyil. İnşallah ki, elə bir şeylərdən biz uzaq olarıq. Hamımız elə şeylərdən uzaq olmağımız yaxşıdır. İşimiz, gücümüz nədirsə, inşallah onunla da məşğul olmalıyıq. Başqa işlər elə bizə yaraşmaz. Heyvanlar da gəldi gölümüzə. Sularını içsinlər. Bax, çir, bunlar nə hərəkətlər? Su qalıb. Çöş! Hər edirlər, dil ağzında yani cev su içməkdən 3 dənə qotur ərik var. Yerin oraya. Çöş!
gidin su içsinlər. Gün orta gün canınızı yandırmır mı? Bayaqdan otlamırsınız, susuz qalın. Su içməkdən qaçışırlar orada. Bir dənə qotur ərik var onun dibinə. Bizim bu heyvanlar gəldi əriyin dibinə. Bir qrup fırlandılar. Biraz da mən yığmışam. Ancaq yox, yaxça da deyir. Deyirəm, bunlar niyə qaçır buraya? Demək belə. Biraz da arpa yerində hərlənsinlər. Sonra gedək arxaca fermiyə. Alça da yavaş yavaş kızarır. Bunun əsl yeməli vaxtı birazdan. Bunu indi də eləyirlər, səhv eləmirəmsə. Tam qızaranda belə əzirlər, aş süzəndən ya ələkdən nədənsə keçirirlər. Bunun qalır suyu şirəsi. Onu da pişirirlərmi, yoxsa nə tərsə tam yadımda deyil. Kompost fason mu eləyirlər, yoxsa necəsə. Bu bildiyimiz xəncəl yeməklərin üstə tökməyə yaxşı bir şey olur belə. Sos kimi olur, yoxsa nətər olur, başım çıxmır, adını da bilmirəm. Və tamlı bir şey olur, turşməzə bir şey olur. İndi belə də dadlıdır olmağın, ancaq tam qızaranda biraz da tuluq kimi olur, içinin tam şirəsi yetişir. Şirinisi başqa cür olur. Bu da göyəmdir deyən. Göyəmdir, nədir bunun adı? Bu da daş kimidir, zəhərli, iləşdi. Göyəmdir. Dostlar, yağımız da yavaş yavaş pişir. Səhər mən getmişdim heyvana. Günortadan sonra yolda şaparıqdı. Mən də qalmışam fermada. Xırdapara işlərimiz var, onlarla məşğul olaq. Elə ona kimi də axşam olacaq. Birinci şimdi elə. Günorta heyvanı sağandan sonra pendiri zadı rahatlamaqdır. Südü mayalı pendir eləmək. Sonra bax bu itlərimizin yağını pişirmək. Ondan sonra da ki xırdapara işlərimiz var da. Onları yoluna qoyana kimi elə axşam olur. Yaldakı bildiyimiz arpa unudur. Duzdur. Vəssalam. Bu qayda pişir. Biraz da mən özüm qatı eləyirəm arpa ununu. Onun gözünə mən pendir suyu qatanda çox da elə hörrə fırra bir şey olmasın da. Nə də ki çox belə qatı vəziyyətdə yox. İtlərimiz də səhər gediblər. İndi də yatışıb istirahət edirlər. Hüto! Qoy yatsınlar, incitməyək. Dostlar, demək pendirimiz də hazırdır, dünənki pendirimiz.
Bir gün mən soyuducuda saxlayıram. Soyuducuda tam suyunu, duzunu belə deyim, qədərini, özü duz, pendir nə qədər lazımdır götürür. Ondan sonra bax belə suyun içinə yığıram ki, sudakı o duzluluq daha da pendirin canına çəksin. Bax bu indi yığdığım dünənki pendir idi. Pendirimizin də satışı var. Bakıya da göndərə bilərik. Bakıya göndərilsə qiymət 15 manatdır. Yol pulunu da mən verib göndərəcəm. Sadəcə avtovazalda onun qabağına çıxır, götürmək lazımdır. Ancaq belə Tovuz daxili Tovuz rayonunun kəndlərinə kim istəsə, bax bu da bugünkü pendirimizdir. İndi onu kəsib, duzlayıb yığacam inşallah. Tovuzun kəndlərindən də kim istəsə 13 manatdır. Tovuzun kəndlərindən gətirərəm Tovuzun avtovazalına, gələr avtovazaldan özü götürər. Bax belə dostlar. Allah hamının malına, mülkünə, ömrünə bərəkət versin inşallah. Bu da cübbüşlərimizin axşam çağı olan yeməyidir. Bir də saat 11-12-də veriləcək. Ortalama gün ərzində 4 dəfə. Bax bu qayda yedikləri də bu cürüm görə biləcəm. Yağdı. Bir də pendir suyu qatmışam. Bildiyim itlərə pişirilən yağ var mı? Bax ondan. Bir də gözünə pendir suyu qatmışam. İçsinlər. Bu da ki iritlərimizin yemləridir, yeməkləridir. Basar da yiyib. Basar, yedin mi? Sağ ol, ye. Bunlar da yesin, görək nə olacaq.